2 addımlığımızda təmizlik qutusu olmasına baxmayaraq bu kənd niyə bu gündədir? Hökumətdə işləyənlər neynəsin? Deyirlər ki, qahablılar belə yazandı, danışandı. Qahablılar necə tanınır ümumiyyətlə? Hökumət hamıya da yaxşı baxır. Heç kim də heç söz deyə bilməz. Dövlətimiz hüquqi dövlətdir. Hər şey hüquqla tənzimlənir. 5 il bundan qabaq ki, mal heyvana bax, kətdəki, bu ilə bax. Naxçıvandan gəlib kirpini xilas elədik qahabda. Qahabda balıq tuturuq. Hər hansı baryer yoxdur. Zəngəzur onların arxasındadır. Ay nənə, siz nə müasirlə nəsiz? Elə bəlkə özü cavan qalmışam. Sevirdiniz onu? Hə. Nay na nay na, nay na na ne na. Zəngəzur dağlarının ətəyində yerləşən çox gözəl bir yerə, Qahab kəndinə gəlmişik və biz bu videoda bu kənd haqqında bir-birindən maraqlı məlumatları sizlə bölüşəcəyik. Əkirsiniz? Hə, mən eynirəm xalan sənə qurban. Əkirəm, tökürəm, götürürük, yeyirik, itirik, elə. Hər şey öz həyatımızdan götürürük. Su məsələsi necədir? Su qəşətdir, elə bizim həyatdan daimilik su gelir. Kənd yoxsa şəhər Bu, onda? əlbəttə ki, kənd. Əkirsən, fərəxlarsan, həvəsləyərsən. Siz çörək yapırdınız o vaxtlar? Yox, Heç yapma. yapmamışsınız. Yox, elə. Ay nənə, siz nə müasirlə nəsiz? Elə bəlkə özü cavan qalmışam. Neçə yaşınız var? 72. Maşallah. Ona görə də cavan qalmışam. Dayı deyəsən sizi çox yaxşı saxlayır. Daha da qar eləməndə. Maşallah. Qarı. Bizim bax, bütün kəndlərin hamısının problemi su problemidir. Bu yağıntıya görə suyumuz yaxşıdır, min şükür. Siz təsərrüfatla məşğul olursunuz? Bəli. Nə təsərrüfat, nə əkirsiniz? Biz ağac əkirik. Təsərrüfatçıya yardım eləyərlər. Deyir ki, böyük mən yonca əmişəm. Mənim yondama su verməzsə tufaqmalı düzəldir. 5 il bundan qabaq ki, mal heyvana bax, kətdəki, bu ilə bax. Azalıb yəni? Hətta azalıb yoxu da ləğv olub demək olar ki. Niyə böyük at qalxıb olubdu? 15 manat, 18 manat, 20 manat. Presin biri gəlir düşür 7 manata. Biraz da buna kəpə verəndə falan eləndə. Bu gündəlik gəlir düşür 10 manat, 15 manata. Bir dənə inəyin qışda baxımı. Sən bundan nə götürərsən ki, nəyi şey eləyəsən? Elə bir uşaqdan çox xərclənir ona. Ən çox nə ilə məşhurdur bu kənd? Bu kənd təsərrüfatla. Bu kənd sakinləri haqqında nə deyirlər? Nə deyə bilərlər ki, kəndin olsun? Nə deyə bilərlər? Əlac yaşayır hamı. Hər kənd haqqında bir şey deyirlər də. Sizin kənd haqqında nə deyirlər? Nə deyə bilər? Mən onu bilmirəm. Sən deyin görüm nə deyirlər? Deyirlər belə sözün deyəndilər. Sözünü deyəndə lazım olan yerə hamı sözünü deyir. Kim demir ki? Hökumət hamıya da yaxşı baxır. Heç kim də heç söz deyə bilməz. Kəndinizə baxıram, qazlaşma tam 100%-dir. Vardır. Hər şey var. Yollar da asfaltdan. Hər şey var. O vaxt çətinliklə yaşayır, indi keyflə yaşayırlar zaman. Taxılçılıqla məşğuldurlar, heyvançılıqla məşğuldurlar. Üzüm də deyəsən əkilir. Var üzüm elə mən əkmişəm. 1 hektar üzümüm var mənə. Yaxşıdır buranın üzümü. Babətdir. Baxsan babətdir. Yayda gələk baxaq. Gələrsən baxarsan yayda. Mən bu kətdənəm. Torpağım o kətdədir. Ötən il bundan pis idi. Bu il şükür Allaha. Su boldu. Sudan şəhət eləyir, hamı bizə güləcək. Biz taxıllarımız yanır, su vara bırıq Naxçıvan kəndində. Deyirlər ki, qahablılar belə yazandı, danışandı. Qahablılar necə tanınır ümumiyyətlə? Atam. Allah haqqın deyir. Sizin başınıza. Haqqın deyir. Mən indi yazıram, mən kimdəsə şəhət eləmirəm. 5 ildir 2019-un oktyabrın, noyabrında mən o ağacı əmişəm. Mən azından o indi mənə məhsul verməlidir. Azından. Az miqdarda. Amma o bu il əşmişəm, quruyub gələcəyə su yoxdur. Bir də aparam əkirəm, bir də quruyur. Su varıram, tutur. Bu il tutdu, gələcəyə qurudu. Bunun nə çıxardacağım hələ istəyirsən, bazara çıxardırsan. Eyyub əmi bu gölə baxır, meliorasiya idarəsində çalışır, mexanikdir. Qahab selovundan qidalanır bu göl, dolur. Orada genişləndirmə işləri apardıq, axları, turbaları çıxartdıq, avtoyol keçidlərinə əlavə turbalar əlavə elədik. Onun hesabına bu il bu gölümüz belə tez doldu. İndi həmən göl dolandan sonra da bu suyu yönləndirmişik, ötürmüşük sahələrdə suvarma suyuna. Bu gölündə bura suyun yığılmağımızın səbəbi odur ki, quraqlıq keçəndə kəhrizlərimizdə, artisanlarımızda hamısı bundan qidalanır. Bu suyu yəni biz boşaltmırıq. Buradan sakinlərə bəs nə demək istəyirsiniz, ətrafı zibilləyənlərə? Təbiət bizimdir. Ayda mən çölə gedirəm. Durandan sonra orada istifadə elədiyim şeylərin hamısını götürürəm, təzədən gətirirəm. Bir də burada qoyuram zibil qutusuna. Hər kəs bu cürə eləsə, işləyənlər də o əziyyəti çəkməsə, onu götürməzlər. Hər hansı baryer yoxdur. Yəni istirahət eləməyə, gəlib dincəlmək üçün də hər hansı bir maneəçilik yoxdur. Sadəcə olaraq buranı təmiz saxlamaq lazımdır. Kimin üçündür bu? İstər bura olsun, istər təbiət olsun. Bunların hamısı biz insanlar üçündür. Qarlı dağlar görürsünüz ki, ha. Bax o Zəngəzur onların arxasındadır. Aha, bax biz elə bir ki bu tərəfindəyik, onlar o tərəfində. Qahabda balıq tuturuq. Bura Qahab gölüdür və bura istirahət üçün gələnlərin sayı çoxdur. Bu
Bu gördüyünüz Qahab çayıdır və uzun illər quraqlıq səbəbindən çayda suyun miqdarı kəskin şəkildə azalmışdı. Bu il isə yağıntıların bol olmasına görə çayda suyun miqdarı artıb ötən illərdən müqayisədə. Nə əkirsiniz? Taxıldır, yoncadır. Əvvəlki ildən nisbətən yaxşıdır. Qiymətlər normaldır da. Bildir quraqlıq idi. Gəlib Şərur tərəfdən alıb gətirirdilər. Burada verirdilər 8 manata. 3 manat, 4 manat. 8 manat idi, amma indi 3 manata. 2 addımlığımızda təmizlik qutusu olmasına baxmayaraq ətraf zibillərlə doludur. Qapaqsız, ətrafı dağıdılmış vəziyyətdə təmizlik qutusunun içinin boş olmasına baxmayaraq, baxın ətrafa bir nəzər salaq, çayın tam qırağında demək olar ki, zibilxana yaradıblar. Bu kənd niyə bu gündədir? Qızım elə hamısı qırıqdır bunların. Belə qoymamışdılar ki. Necə qoymuşdular? Qaşaydı, tazaydı, çöhnəlib işlənib gecə maşın xarab olur. Bizim kimi vicdansızlar gətirir içinə, aynı oynatır. Biri də gətirir yandırır, o birisi də gətirir su tökür keçirdir, o da paslanır. Qoyanda günah yoxdur ki. Hökumətdə işləyənlər neynəsin? Nə qədər işləyən var, hamısı yerdən bir kağızı belə toplayırlar. Gəlirlər, baxırlar, danlayırlar, kəsəvəti gəlir bizə deyir. Deyirəm bala, qapımı həyətə tərəf qoymuşam. Mən nə bilim, valla görmürəm. Şəxsən mənim özüm görsən, deyərəm ay bala, ora niyə töksən? Qapını da yandır da. Sər qurusun, otdu yandır. Öz hüquqlarını qoruyan, hüquqlarını tələb eləyən, yəni kimlərdən? O müəyyən qanun pozuntuları olan insanlara qarşı mübarizə aparır. Çünki qanun vericilikdə, qanunda da bu var ki, bala sən öz hüququnu tələb eləyəcəksən. Dövlətimiz hüquqi dövlətdir. Hər şey hüquqla tənzimlənir. Vəzifəli şəxsən əgər bu vətəndaşı tapdalayırsan, vətəndaşın deyək şikayət və ərizələrinə baxmırsansa, bu adam məcbur olub öz hüququnu tələb etmək üçün və ora-buradan müraciət eləməlidir. Bu kənd o cür kənddir. Bu indiki bizim bu yazmağımız hüquqi müstəvidə olan bir yazıdır. Əgər yazdıqların faktı yerində yetirilsə, sənin o tələbin yerinə yetirirlər. 42-ci ildə, 41-ci ildə mənim anam bağça müdiri olub bu kəndə. İndi hal-haliyədə bağça yoxdur. Niyə olmasın indi? Məgər uşağımız yoxdur. Məgər dövlətdə orada-burada işləyən yoxdur ki, o uşağını aparsın, qoysun oraya. Bu dəqiqə mən deyək ki, sahədə yerim əkilməyib. Uzun illər əkdim. Su tapıb, suvaranmadı, ziyan gördüm və ondan sonra torpağa qoymuşuq yerə. Anam mənə qaymaq yedirdi. Anam mənə o deyirləri atalan qara qoyun südündən doğrayıb mənə su daşı pişirib yemişəm. Ona görə də bizim bax bu cür ilhamçılığımız, söz-söhbətimiz oradan yaranıb. İndi deyirlər, bax 700 bal bir şagird toplayır. Vallahi onun məntiqi şeyləri yoxdur. Ondan sonra sual eləsən, o 700 kəlmənin birini də deyəməyəcək. Sadəcə əzbərləmə o 700 balı toplama deməkdir. Və ona görə də bilik, bacarıq dünya görüşündəndir. Təbiəti gəzməkdədir. Naxçıvanlılar bir kəlmədə 1000 məna doyarlar. Bu qədimidə Naxçıvan cəmaatı faal olubdur. Elmədə, biliyə-də, işə-də, zəhmətə-də, əməyə-də, indi də elə bax bu dəqiqənin özündə Qahab kəndi təsərrüfatla məşğuldur. Əkinçiliklə, heyvandarlığıyla gözəl günləri yaşayırıq. Neçə ki, ulu öndərin varisi var, hələ Azərbaycan gözəl yaşayacaq və dünyada tanınacaq. Biz direktor müavin işləyən dövrdə bizdə qız uşaqları çox az ali məktəblərə gedirdilər. Amma həmin illərdən sonra qız uşaqları daha çox məktəbə meyl göstərib. Bu dəqiqədə elə kəndimizdə həmin qız uşaqları müəllim işləyir, müəyyən sahələrdə işləyirlər. İş olsa gənclər də köçüb getməz. Burada bax bu evin özünü görsəz, 2 dənə evdir. 2 qardaşın ikisi də işsizlikdən çıxıb gedib Bakıya. İnsanları da belə tənbəl insan deyil. Əksinlər, pişsinlər, töksünlər, amma su yoxdur, su qıtlığı var. Suyun özü bir problemdir burada. Bir şeylər var. Yoxsa təsərrüfata qalsa bu kənd təsərrüfatından dolanlar çox gözəl dolanlar. Getdiyimiz hər bir kənddə ilk olaraq infrastruktura diqqət yetiririk. Nələr var, nələr yox. Bu kəndin qazlaşması ilə bağlı hər hansı problemi yoxdur. İşıqdır, kommunal təsərrüfat xidmətləridir. Bu mənada da işlər qaydasındadır. Yollara baxdıqda isə bir çox küçənin asfaltlandığını görə bilərik. Lakin əsas problem bir çox yerdə olduğu kimi su ilə bağlıdır. Düzdür, bu il yağıntılar çox oldu, amma bir il yağıntılar olması ilə kifayətlənmək olmaz təbii ki. Əsas məsələ təsərrüfatların suvarması ilə bağlıdır ki, bir çox kənddə əsas problemlərdən biri də budur və bununla bağlı da dövlət proqramında ciddi məsələlər nəzərdə tutulub. Ümid edirik ki, bu məsələlər qısa zamanda həllini tapar və kənd sakinləri də bu ciddi problemdən yaxa qurtarmış olarlar. Biz kənddə dolaşanda gördük ki, bura bir kirpi düşüb və deyəsən yaralı vəziyyətdədir. Naxçıvandan gəlib kirpini xilas elədik Qahabda. Allah, ay sağ. Gəl.
Qatır. Mənim dovşanım, mənim şimşəyim, mənim qəşəng dovşanım. Na 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 100 yaşlı ana qız nənə ilə sizi tanış eləyəcəm. Necəsən ay nənə? Beləcə keçməyəsiniz babası. Mən heç inanmıram ki, nənə, sizin 100 yaşınız var. 103 yaşında. 3 il demirəm, deməkdən. O vaxtlar nə yemisən, nə içmisən belə maşallah. Onu əbbə tapırdı gəl. Qazağı, benzər, keçmiş, qarnadırdıq, tuzlurduk, yerdik. Qarnağım da olurdu, kərəm də olurdu, yerdik də. Neçə uşağım var? 7. Maşallah. Çöldə işləyirdim, pişirdim. Gecə də yatırdım çöldə, gündüz də yatırdıq çöldə. O vaxt yaxşı idi, yoxsa indi? Rəhmətli qız o indiyə, onda bir əhbət tapırdı, gəl, qarnımız olsun. Qocalmışam, baxdım, getir, əmə belə. Allah ilhamı canını sağ versin. Bizim qarnımızı doğurur. Sən baba ilə necə tanış oldun ay nənə? O da qovuna gedirdi, mən də sağırdı. Sağcı işləyirdim, dağda. Orada tanış olduk. Özü dedi sənə evlənməyi. Dedi, hə, dedi. Dedim, qoy anamla, dədəmlə danışırım. Dedim, hə, gedirəm. Gizlin-gizlin söhbət eləyirdiniz. Oh, yox, daha elə yox. Sən bağça müdürü olmusan? Hə. Uşaqları necə saxlayırdınız bağçada? Elə öz uçağım kimir. Üz gözə nəsə vururdun cavan olanda? Vurmamışam. Heç nə vurmamısan? Yox, qəti. Anadan gələndən nə tərəm elə. 100%. Hər şeyim 100%. Ailənin uzun ömürlü olması üçün qadınlar necə davranmalıdırlar? Görüşsünlər, öpsünlər birini. Avlansınlar, görüşsünlər. Belə olsunlar. Quzaqlasınlar. Sən ərindən küsürdün? Yox, rəhmətli oğlum. Kızı. Ne küstüydüm, dedim hele bak, quzaqlaşırdı. İndi bu tarz olardı, onu belə saxlayardım ne. Yoxsa ölür. Qahab kəndinin 95 yaşlı Əlirzə babası ilə sizi tanış eləyəcəm. Əlirzə baba, xoş gördük sizi. Xoş olun. Nə iş görmüsünüz indiyə qədər? Allah eləyirdim. Nə satırdınız? Dünyada nə var ki? Biz necə eləyək ki, sizin kimi çox yaşayaq? Təmiz yeməklər yedim. Hər şey yemişəm, bir siqaret çəkməmişəm, bir də çaxır içməmişəm. Nənə hardadır? Nənə çox söyür. Allah rəhmət eləsin. Sevirdiniz onu? Hə. Məktub yazırdınız nənəyə? Özüm gelib gəlirdim da. Görüşürdünüz? Hə. Oo. Nənəni qaçırdıbsınız? Hə. Nənə üçün darıxmırsınız? Hə, yox, nəndə? Darıxmış nə qarasına bir şey getdik torpağın altına. Yuxuda ha görürəm elə. Çağırıram gəlmir. Ay baba, siz heç bir sıxıntı, bir dərd çəkmisiniz? Gəxi, heç öz çəkməyəm. Bax, Aşabazda yemək, içmək, mal heyvan, şəhərdə nə var? Şəhərdə gözümün timsələ imkana var və zala. Şəhərdə hər nə eləsən imkanım var. Peşman olmusunuz, peşman. Yox, Heç vaxt peşman olmamısınız? heç yox. Heç bir səhviniz olmuyor? Heç. 95-96 yaşım var. İndi peşman deyiləm. Cavanlıqda heç olmamısınız? Qahab kəndi qədim yaşayış məskənlərindən biri olub. Daş izlərindən də gördüyümüz kimi burada qədim məzarlar var. Arxeoloqlar bildirirlər ki, Qahab yaşayış məskəninin tarixi eramızdan əvvəl 5-ci, 1-ci əsrlərə qədər gedib çıxır. Bu dəfə sizə Naxçıvanın Babək rayonunun Qahab kəndini çəkib göstərməyə çalışdıq. Çəkilişdə bizə göstərdiyi köməkliyə görə kənd icra nümayəndəliyinə xüsusi təşəkkürümüzü bildiririk. Növbəti çəkilişimiz hansı kənddən olsun, rəydə fikirlərinizi yazmağı unutmayın və eyni zamanda bizə köməklik, nəqliyyat və kəndin tanıdılması ümumiyyətlə istiqamətində köməklik göstərə bilərsinizsə, təbii ki, bunları da yazmağı unutmayın.